O dediniz ki o daşı bir 20 dakika gıçın arasına saklıyorsan bu sözleri değilsen. Hangi yaptı? Bu kim daha az? Falcıdır. Mənim zehləm gedir falcılardan. Ay falcıdırsa mənim zehləm gedir. Elə Allah vursun o falcıları. Ev yıxanlar, yuva yıxanlar hamısı o falcılardan çıxır. Həyatımda mənim Türk kahve falına belə baxmayan bir insanam. Asla. Zehləm gedir falcılardan. Falcıların özlərinə bir yararı yoxdur. Bir poxa yaramırlar. Nə evləri var, nə eşikləri var, nə aşkdan yara yarayıblar, nə meşkdən yana yarayıblar. Hamısı ölü qoyundu. Ay bacı, vallahi billah aç nəyinizi iki dua eləyin. Mən bir tek bu hayatta enerjiye inanıram, göze nazara inanıram. Bak göz nəzər var, enerji var. Bir adamdan mesela yaxşı bir adamla, mesela indi məni izləyirsiniz ha, məndən sizə necə bir enerji gedir? Süper bir enerji gəlir hə? Mesela deyirsiniz, gülürsünüz, əylənirsiniz, modunuz yüksəlir, məni görürsünüz, enerjiniz yüksəlir. Dərdiniz, tasanız mesela unudursunuz bu 2-3 saatta. Bu enerjiye inanıram. Yoksa belə faldı, muldu, hamısı dolandırıcıdır, hamısı dələduzdur. Sakın elə şeylərə pulunuzu, pərəvizi verməyin ay bacı. İnanmayın. Allah'a and olsun falcıların hamısı yuva yıxandı. Sakın. Bak bir deyirlər ərim belədir, arvadım belədir, qaynanan belədir. Fisyon yuva yıxıldı ondan. İnanmayın, pulunuzu, pərəvizi ses şeylərə yedizdirməyin. O qədər dinlə düşkünseniz gidin bir mollanın yanına size geçi okusun, üflesin, bir dua okusun, hayatınız bir güzel gelsin. Sakın öyle şeye inanmayın. Ben enerjiye inanan bir insanım. Enerji vardır, göz nezer var. Geri kalan hamısı yalan. Pul tuzağıdır ay bacı. Allah'a and olsun pul tuzağıdır. Hayatımda hiç baktırmadım. Allah da baktırtmasın. Hayatımda inanmıram.